Choose the correct negative sentence. Düzgün inkar cümləsini seçin. A variantında there is neither student or teacher at school right now. Bizim burada iki səhvimiz var. Səhvimizin biri bağlayıcının tərəfinin yanlış verilməsidir. Neither nor olmalıydı. İkincisi isə sayılan tək isimlərlə article qeyd etməliyik. B variantında there is not students or teacher at school right now. Bizim burada not or birləşməmiz doğru olsa da students cəm olduğu üçün xəbərcəm verilməlidir və ikinci səhvimiz isə teacher'ın qarşısında article olmamasıdır ki, səhv götürürük. C variantında there is either student nor teacher at school right now. Və biz diqqət etsək, either nor deyə bağlayıcı yoxdur, səhvdir. Həmçinin article'lar əksidir. D variantında there is no student or teacher at school right now. Bizim düzgün cavabımız D variantındadır. Çünki no or birləşməsi bizə düzgün, neither norun sinonimi olaraq inkarlıq vermiş olur. Student tək olduğu üçün xəbərin is olması doğru götürülür və no-da isimlərin qarşısında kəmiyyət və ya article istifadə etmədiyimiz üçün student və teacher sözünün articlesız yazılması doğru götürülmüş olur. Y variantında there is not some student or teacher at school right now. Biz notdan sonra some istifadə etmirik, onun əvəzində en istifadə etməliydik inkar cümlədə və buna əsasən Y variantı yanlışdır. Qeyd etdiyimiz qaydalara əsasən doğru cavab D variantıdır.